Tamam. Biz birinci başa düşməliyik qrafik dizaynerlik nədir? Ümumiyyətlə, qrafik dizaynerlikdə tool çoxdur. Amma öyrəndikcə də biraz bu zaman başa düşə biləcəyik ki, əslində o qədər toolları da işlətmirik. Yəni, illüstratorun özündə bir çox tool var. Amma zaman keçdikcə bizə önəmli olan toolları istifadə etməyə başlayacağıq. Amma toolların özünü rəngləndirən fikirlərimizdir. Yəni orada ideya çox önəmlidir, kreativlik çox önəmlidir və özünüz görmək istədiyiniz kimi işi necə görürsüz, o önəmlidir. Yəni hər kəsin gördüyü kimi bir iş yaratmırsınız. Toolu tərk etmək sadədir, çox rahatdır. Toolun özünü öyrənmək çox rahatdır. Amma ona məna yükləmək, o tooldan alternativlər çıxartmaq, ideya çıxartmaq bu biraz daha mürəkkəb məsələdir və zaman alır. Buna görə də burada dizaynin psixologiyası bizə köməklik göstərir. İdeyaların psixologiyası bizə köməklik göstərir. Normalda məsəl üçün dizaynerlər fikirləşirlər ki, ideya gəlməlidir, ilham gəlməlidir. Bu ayrı məsələdir. Amma bir də var, bunun düsturları var. Və zaman keçdikcə bunun düsturlarını sizə yavaş-yavaş verməyə başlayacağım və bugün loqodan bu düsturu sizə verəcəm ki, yəni loqoda hansı düsturla biz ilhamlanırıq. Qrafik dizaynerin özü iki qola ayrılır. Piksellər və vektor. Piksellər Photoshop məsələsidir. Orada yəni foto vizualları ilə işləməkdir. Amma vektor xəttlərlə işləməkdir. Hal-hazırda gördüyünüz bu loqoların hər biri vektor sayılır. Vektor nədir? Bunların içində nöqtələr yer alır əslində. Bir neçə nöqtədən ibarət olaraq xəttlər yaranmış olur və bu xəttlər birləşərək müəyyən bir vizualı bizə yaratmış olur. Və bu sayılır vektor. İllüstrator proqramı ilə hazırlanır. Hı hı. Loqonun özü nədir bəs? Loqo bir xidmətin pəncərəsini tanıdan vasitədir. Biz həmişə bir xidmətin pəncərəsini görürük. O xidmətin pəncərəsindən anlayırıq ki, bu nəyi xitab eləyir. Ondan sonra içəri daxil olub xidmətin daha yaxşı tanış oluruq. Və ilk başda bizə loqo tanıdır. Və ona görə də loqolar xüsusi olaraq xidməti izah eləməyi bacarmalıdır. Xüsusi olaraq rənglə vibe ötürməlidir. Amma loqonu hazırlayanda da bunun növləri var. Və bunun üçün növ seçilməlidir. Dörd əsas növ var. Mən danışdıqca siz istəsəz özünüz üçün qeydlər də apararsınız özünüzə məxsus. E, Hə, yazıram, dəftərim var. super. Yəni təkcə Hı video hı. arxivində olmayın demək istədim. Tamam, tamam. Tamam. Birinci növ, loqonun birinci növü emblem. Emblem nədir? Emblem KFC, Burger King, Harvard. Bu emblemli sayılır. Amma bu emblemli necə seçirik biz? Bir sərhəddi varsa, bir fiquru varsa, bu fiqur daxilində vizuallar göstərilibsə, firmanın adı tipoqrafiya ilə, fontla yazılıbsa, amma sərhəddən kənara çıxmır, fikir versə, sərhəddən kənara çıxmır da. Ancaq bir fiqur yaradılır, bir skelet yaradır dizayner və onun içərisində artıq bütün elementlər yerləşdirilir. Kənara çıxmalar olmur, yəni aşağısında, yuxarısında hansı bir detal yazılmır. Starbucks-da həmçinin. Amma bu məsələn emblem deyil. Amma bu emblemdir. Çünki bir sərhəddi var, bir fiqura formasına məxsusdur. Fiquru isə istədiyiniz kimi yarada bilərsiniz. Fikir versən, yəni həmişə dairə olması lazım deyil. Düzdür, çoxsu dairə istifadə edir. Amma bu həmişə dairə olması lazım deyil. Dairə istifadə edənlər isə daha çox yemək sektorları, içki sektorları olur. Və bu emblemli loqolar harda istifadə edilir? Fast food sektorunda, akademik sektorlarda, universitet filan, futbol klublarında, idmanla bağlı sektorda emblemlər istifadə edilir. Daha çox bu kateqoriyalarda emblemdən istifadə edə bilirsiniz. Yəni hər yerdə emblem hazırlaya bilməzsiniz. Yəni sizə məsəl üçün desəm ki, bir fast food sektoru üçün loqo hazırlayın, siz emblemin növündən istifadə edə bilərsiniz. Amma bu vacib deyil. Ha, fast foodsa ancaq emblemdən istifadə edərsiniz. Yox, elə bir şey yoxdur. Onların içərisinə daxildir emblem deməkdir. Yəni onu da seçə bilərsiniz. O mənada. Hı hı. Var tipoqrafik. İkinci növ, loqo növü tipoqrafik. Yəni ancaq yazıdan ibarətdir. Amma ancaq yazıdan ibarət olsa da belə onun içərisində yatan müəyyən bir mənalar olur.
Məsələn, NASA ilə Google tipoqrafikdir, ancaq yazıdan ibarətdir. FedEx də tipoqrafikdir, məsələn. Bu da tipoqrafikdir. Amma bunun altında yatan bir məna var. Və bunun altında yatan bir məna nədir? O. EX ortasında ox var. FedEx çatdırma şirkətidir və irəli getməyə göstərir bu oxlan, çatdırmanı bildirməyə çalışırlar. Digər ikinci gizli məna isə D ilə E birləşib. Bunu elə-belə birləşdirməyiblər. Bunu uzun karabkaya oxşadıblar. Çünki FedEx uzun karabkalarda çatdırılma edir. Və uzun karabkalarda çatdırılma elədiyi üçün bunu istəyib ki, loqonun daxilində bir fiqurla öz uzun karabkalarını göstərmiş olsunlar. Çünki dizayner bir tərəfdən fiziki həyatda olan hansısa bir əşyanı fiqura bənzətməyə çalışmalıdır. Yəni siz stəkana baxanda stəkanın ağzını dairə kimi görməyə çalışmalısınız. Pəncərəyə baxanda onu vertical kimi bir fiqura bənzətməyə çalışmalısınız, uzun bucaqlıya bənzətməyə çalışmalısınız. Yəni fiziki əşyanı fiqura bənzədərək onu loqoda yansıtmağınız çox kreativli olur. Amma xidməti anımsatmalıdır. Yəni hər şey edə bilmərsiniz. Netflixin özü. O da ancaq ibarətdirsə tutaq ki, tipoqrafiyadan, amma bu o demək deyil ki, sadəcə yazıdan ibarətdir. Burada film panoraması var. Belə bir film panoraması var. Sinemanın abu-havasını göstərmək istəyiblər. Onu sadəcə bir neçə hərflərin bucaqlarını əyərək. Bu da bir kreativlikdir. İndi məsələn yeniliyiblər belə loqodan istifadə edirlər. Bu da pərdəni göstərir əslində. Pərdənin açılmasını, film pərdələrinin açılmasını. Onu da məsələn təkcə bir hərfdə yansıdıblar. Yəni bir hərfin sadəcə bir hərf kimi qalmaması lazımdır. Onun içərisində xidməti anımsadacaq gizli bir mənalar olmalıdır. Üçüncü növ nədir? Üçüncü növ ikonik. İkonik. Məsəl üçün Snapchat-ın loqosu. Ancaq işarədən ibarətdir. Hər hansı bir yazı yoxdur. Nike-ın loqosu. Məsələn, burada hal-hazırda gördükləriniz hamısı ikonikdir. Burada məsələn Starbucks falan yazılınca ikonikdir. Amma burada Starbucks coffee falan yazıldığı üçün emblem sayılır. Amma yazılar olmayanda artıq ikonik şəkildə gedir. İkon. Sadəcə simgədən, işarədən ibarətdir. McDonald's-un loqosu. Ancaq işarədən ibarət ikonikdir. Amma heç vaxt şirkət yeni yaradılanda ikonla başlamaq olmaz. İkona nə zaman çevrilir? O tanınandan sonra. Adı üstündə ikon halına gələndən sonra. Yəni insanlar onu artıq tək işarədən tanımaya başlayan zamandan etibarən o artıq yazını, şirkət yazını yığışdırıb ancaq işarədən istifadə edə bilər. İkon adlı növdən istifadə etmək mümkün olur. Və bu da zamanla olur və bu zaman da rebranding sayılır. Loqoda rebranding önəmli bir məsələlərdən biridir. Bunun üçün rebranding araşdırma eləndə də hər zaman ingilis dilində araşdırma eləməlisiniz. Nəticə onda daha yaxşı olur. Məsəl üçün, Burger King-in loqosu köhnə versiyası, old versiyası budur. New versiyası bu şəkildədir. Rebranding edilir. Ana rebrandingdə ana kök saxlanılır. Yəni hər hansısa bir ana kökdən qırağa çıxmamalıdır. Yəni tamamilə fərqli bir şey edilə bilməz. Çox keçmiş zamanlarda edilib. Dizaynerli tam da inkişaf edilməyən zamanlarda, yəni 60-50-ci illərdə filan. Amma son 20 ildə artıq ana kök qorunub saxlanılır. Daha da minimal bir hala gətirilmək üçün çalışılır. Xəttlərin sayı azaldılır. Məsələn, bu xəttlər yığışdırıldı. Çörək, burger çörəyi daha minimal şəkildə, tək şəkildə çəkildi. Font daha sadə edildi. Arxasında background daha sadə edildi. Yəni, detalların azaldılması, bucağın dəyişdirilməsi, fontun biraz dəyişdirilməsi, daha minimal halda detallı və az xəttlərlə göstərərək o loqonu rebranding edirlər. Yenilənmə. Və rebrandingdə və ümumiyyətlə loqonun hazırlanmasında bizə köməkçi rol ola bilən Picasso'nun öküz temasından istifadə edə bilərsiniz. Bu təkcə loqoya aid deyil, qrafik dizaynerin hər hissəsində istifadə etmək mümkündür. Yəni
Bu filtrlənmə üsuludur. Picasso'nun bir tərzidir. Hansı ki, bunu bir çox sənətçi istifadə edə bilər. Rəssam da istifadə edə bilir, qrafik dizayner də istifadə edilə bilir. Bu harısı bir baxış bucağının fərqli yöndə dəyişdirilməsi kimidir. Və bu üsul nədir? Picasso'nun öküz üsulu nədir? Hansı ki, bizə loqoda çox köməkli ola bilir. Adam 35 gün dayanmadan öküz çəkmə qərarına gəlir. Amma ən nadir, ən görülməzi, özünə məxsus olan yaradıcı bir öküz əldə etməli idi. Bunun üçün nə edir o? İlk gündə hər kəsin bildiyi bir öküzü çəkir, öküzü hazırlayır. Şablon bir şəkildə. Növbəti gün onu daha da şablon eləyir və daha da qabarıq eləyir, daha da kobud halı gətirir. Amma digər günlərdə artıq başlayır xəttlərin içindəki rəngləri azaltmaq. Get-gedə xəttlərin sayını azaldır, formalarını azaldır. Onların formalarını dəyişdirir, xəttlər azaldılır, rənglər get-gedə silinir və ən sonunda 35-ci gündə ən nadir, özəl, yaradıcı olan bir öküzü əldə eləmiş olur ki, hansı ki, heç kəsin görmədiyi. Bu üsul filtrlənmə adlanır. Yəni, hər kəsin bildiyi bir şeyi hazırlayırsınız. Məsələn, loqoda hər kəsin bildiyi, hər kəsin gördüyü şablon bir loqonu hazırlayırsınız. Hı hı. Sonra onun üstündən başlayırsınız xəttlərin sayını azaltmağa, formalarını dəyişdirməyə və görəcəksiniz ki, sizə məxsus olan özəl bir loqo hazırlanmaq başlanır. Bu üsul rahat bir üsuldur, amma düşünülən zaman biraz insanı çətinə sala bilir. Burada əsas məsələ düşünmək olur, hazırlama proseduru çox da çətin deyil. Ümumiyyətlə, qrafik dizaynerlikdə iş hazırlamaq uzun vaxt almamalıdır normal olaraq. Bir loqonu əgər günlərcə hazırlayırsınızsa, deməli ya ideyanız sağlam deyil, ya uzağı hələ tam tula əliniz öyrəşməyib ola bilər söhbətidir, o istisna halda olur. Amma ideyanız güclüdürsə, yaradıcısa, xüsusi olaraq, məsəl üçün, özəl üsullardan istifadə edirsə, məsəl üçün, elə Picasso'nun üsulundan istifadə edirsinizsə, bu o deməkdir ki, siz əslində loqonu tez bir zamanda hazırlamalısınız. Bu tələsmə üsulu deyil. Bu sadəcə doğru bir yolda hərəkət elədiyiniz anlamına gəlir. Yəni dizaynerlik random şəkildə hərəkət eləmək üsulla məxsus olsa da belə, bir tərəfdən planlı hərəkət eləmək üsulundan da məxsusdur. Və planlı hərəkət eləyəndə daha doğru və düzgün iş ortaya çıxmış olur, yaradıcı iş çıxmış olur ortalığa. Bu tərəfi də var. Amma random şəkildə hərəkət eləmək isə artıq təcrübə olandan sonra olmuş olur. Amma ilk başlarda yeni öyrənən dizayner planlı, düsturla hərəkət eləməlidir ki, bu Picasso'nun öküz teması da bir düsturdur əslində. Bununla hərəkət edəndə daha rahat bir versiyada loqosunu hazırlaya bilər, rahat dizaynını eləyə bilər. Aydın hər şey? Bəli, bəli. Nəsə bir sualınız var? Hələ ki yox. Tamam. Dördüncü növümüz, loqonun axırıncı dördüncü növü ən çox istifadə edilən və demək olar ki, bir çox kateqoriyalarda istifadə edilən. Tipoqrafik, ikonik bir yerdə, treynə belə deyək, istifadə edilən növüdür. Bu necədir? Məsələn, hal-hazırda burada gözlənilən çoxsu tipoqrafi ikonikdir. Yəni, işarə var, işarə yuxarıda, yazı altda, şirkətin adı altda. Bu belə də ola bilər, işarə solda, yazı sağda. Amma işarə sağda, yazılar solda, bu çox-çox nadirən olur, çox istisna halda. O, yəni tələbata uyğun bir şey deyil. Amma ən çox istifadə edilən yuxarıda işarə, altda yazı və yaxud da işarə yuxarıda, solda, sağda yazı. Bu olur tipoqrafi ikonik növü. Hansı ki, istənilən kateqoriyada istifadə edirsiniz, amma futbol, idman kimi kateqoriyalarda yox. Amma qalan akademik dərəcələrdə də yox. Amma qalan kateqoriyalarda loqo çox istifadə edilir və hətta bu tərz çox istifadə edilir və hətta ilk başlarda yaradılanda da şirkətlərin bir çoxusu belə başlamış olur. Yəni biz məsəl üçün Nike-ın da rebrandinginə baxsaq, görə bilərik ki, belə başlayır. İşarə altda yazı.
Sonra işarə düz yazının üstünə qoyulub. O vaxt 1970-lərdə bu dəb idi, amma sonradan öncə sadəcə bir şeyin üstünə qoyulması loqoda qadağan edilir. Çünki minimalizm dövrünə getməyə başladıq ona görə. Və məsələn, bu Nike-ın rebrandingidir. 7-8 ildən bir rebranding eləyərək ən sonda tək işarəyə gəlib çıxdı. Bunlar loqonun növləri idi. Hansı ki, işləməyə başladığınız zaman xidmətinizi biləndən sonra bu növlərdən birini seçib iş proseduruna başlamış olursunuz. Amma iş proseduru asan məsələdir. İş prosedurunda düşünməyinizdir bütün məsələ. Və bu necə düşünülə bilər? Birinci araşdırma ilə başlanılmalıdır. Araşdırılma təkcə Google-la olmamalıdır. İndi birinci Google-dan göstərəcəm, ondan sonra sizə müxtəlif saytlar deyəcəm. Onlardan da mütləq istifadə etməlisiniz. Araşdırma eləyəndə araşdırılmanın da bir düsturu var. Çünki Google bizim yazdığımız açar sözlərə görə məlumat ötürmüş olur. Mən məsəl üçün sadəcə loqo yazdığım zaman belə tipli loqolar çıxır. Amma mən loqonun qabağına minimal sözü yazsam, buna uyğun mənə nəticələr verməyə başlayır. Və mənə lazım olan indiki dövrdə bu tərzdə loqolardan ilhamlanmağımdır. Minimal tərzdə. Yəni xəttləri az olan nümunələrə baxmalısınız. Belə tipli loqolara baxmalısınız. Qarışıq, detalı çox olan loqolara baxmamalısınız və özünüzü çaşdırmamalısınız. Yəni bu dəqiqə bu tərzdə loqolar aktiv deyil. Amma bu tərzdə loqolar aktivdir. Bu tərzdə aktivdir. Bu tərəf. Mənim üçün, indi mənim baxışımdan üzr istəyirəm. Birinci ilə ikinci eyni loqo kimi gəlir. Bu ilə bu. Aşağıda yazı. Yox. Tipoqrafi ikonik edirlər. Amma bu Photoshop-u bildirir. Bu isə rəssamlıq kursudur. Kateqoriyaları fərqlidir. Amma tipoqrafi ikonik edirlər, yəni. Eynidir, yəni. Düz görürəm. Növ olaraq, eynidirlər. Tipoqrafi ikonik sayılırlar. Bunlar ikon sayılırlar. İşarələr sadəcə. Bunlar da sadəcə ikonlar, işarələr sayılır. Burada anlatmaq istədiyim, bu tipli tək tük xəttlərdən bir işarəyə məxsus olan tərzlərdən istifadə etməlisiniz. Yəni, siz belə tip işarə hazırlayıb altdan yazı yaza bilərsiniz, şirkətin adını yaza bilərsiniz. Şirkətin adından əlavə, onun bəzən xidməti də altında fərqli fontla yazılır. İndi bu font məsələsi növbəti dərsə aiddir, onunla başımızı qarışdırmayaq. Araşdırma eləyəndə minimal sözlərini çox istifadə etməyə çalışın. Minimal loqo dizayn. Ümumi baxmaq istəyəndə bu cür araşdırırsınız. Amma xidmətə uyğun araşdırma eləyəndə başlanğıcda xidməti yazmalısınız. Məsəl üçün, deyək ki, dental klinikası üçün bir loqo hazırlayırsınızsa, siz başlanğıcda dental sözünü yazıb, ardınca minimal loqo, kreativ loqo, abstrakt loqo, abstrakt da əslində minimalın bir tərəfidir. Sadəcə abstrakt xəttlərdən ibarətdir. Yəni, bu tipli, əslində minimala doğru gedir. Yəni, ancaq Google sizə abstrakt xəttlərdən ibarət, belə tipli xəttlərdən ibarət nümunələr vermiş olur. Kreativ loqo, belə sözlərdən istifadə edə bilərsiniz. Amma başlanğıcda xidmətin kateqoriyası yazılır, xidmətin sözü yazılır, xidmət nəyə aiddir o yazılmalıdır ki, ona uyğun nümunəyə baxasınız. Və baxanda da görürsünüz ki, baxana necə baxmalısınız? İşarə ayrıca baxmalısınız. Burada nədir məsələ? Bunu düşünmək üçün siz xidmətinizin nədən ibarət olduğunu bilməlisiniz. Yəni, xidmətə nələr daxildir? Dental nə daxil olur? Diş daxildir, həkimin ləvazimatları daxildir, insanın ağız boşluğu, ağızın özü daxildir. Bu tiplərdə xidmətin içində nələr daxil olduğunu düşünüb və onu bir işarəyə bənzətməyə çalışmalısınız. Bu ideya düşünmək üçün bir üsuldur. Və hətta heç loqo yazmayıb, sadəcə dental yazıb, şəkillərə baxıb, şəkillərdə dişlərə necə bir formula verirlər. Məsəl üçün, normalda bu breketlər bizim ağlımıza gəlməyə bilər. Amma üstündə breket var
şəklini görəndə ağlımıza ideya gələ bilər ki, mən bunu fiqura bənzər loqoda istifadə edirəm. Və biz bunu diş formasını bir növ rəssam kimi qıraqlarından tutaraq xəttlər çəkib onu bir fiqura salmalıyıq. Və üstündəki breketləri də fiqura bənzədərək çəkərək ortaya bir loqo çıxarda bilərik. Yəni birinci üsulumuz xidmətə nələr daxil olduğunu baxaraq, bunun üçün e, vizual şəkillərə baxaraq xatırlatma edə bilər bizim üçün, yəni şəkillər ki, hə bu daxildir, bu daxildir və bunları fiqura bənzədərək loqo ideyası fikirləşə bilərik. Bu bir üsuldur. Digər üsul şirkətin adı nədirsə, onun baş hərfindən istifadə edib xidmətlə əlaqələndirərək loqo hazırlamaq. Bunun üçün araşdırma eləyəndə, məsələn, şirkətimizin baş hərfi D hərfidirsə, yazırıq D Dental, logo minimal dizayn. Və bizə həm D hərfinin göründüyü, həm də xidmətin göründüyü nümunələrə baxıb, bir hərflə xidmətin necə əlaqələndirib ortaya loqo çıxarda bilərik, onlardan ilham bu tərzdədir. Amma bütün məsələ belə tərzli loqolarda hərfin özünü olduğu kimi göstərməməlidir. Hərf olduğu kimi görsənirsə bu kobud bir səhvdir. Yaradıcılıq sayılmır. Biraz naziləşməlidir, fərqli formaya sahib olmalıdır, başqa bir şeyi də xatırlatmalıdır bizə və bir tərəfdən həmin hərfi də anımsatmalıdır. Və təbii ki, xidmət də qorunmalıdır, xidmət də orada görsənməlidir. Yəni altda dental yazılıb, amma işarə heç dentalla əlaqəli deyilsə, bu artıq kobud bir səhv olur və o loqo özünü satmamış olur. Bu böyük bir problemdir. Digər məsələ, loqolarda gizli anlamlar yükləyəndə buna artıq biraz psixoloji düşünmək lazımdır və xidməti xatırladacaq bir durumla fikirləşmək lazımdır. Bunun üçün artıq biraz real həyata baxmalı olacaqsınız. Yəni xidmət real həyatda hansı prosedurlardan keçir? O prosedurlardan da ilhamlanıb hansısa bir işarə ilə loqonun içərisində bildirə bilərsiniz. Bu çox önəmlidir. Bayaqlar FedEx-i, Netflix-i nümunə çəkdiyim kimi. Hı. Bunlar ideya fikirləşmək üçündür, ilhamlanmaq üçündür. Hansı saytlarda istifadə edə bilərsiniz Google-dan başqa, Pinterest-dən başqa? Freepik.com stok mağazasıdır. Google-dan necə yazırsınızsa, adicə gəlib buradadır, yəni Freepikdə də search hissəsində yazaraq nümunələrə baxa bilərsiniz. Yəni, eyni qaydadır. Sadəcə stok mağazasıdır və fərqli bir nəticələr verir. Ondan sonra savvy.it saytı. Burada həm qrafik dizaynerlə aid bir çox vizuallar da var. Həm burada search hissəsi də var. Search hissəsinə də loqo yazaraq Google-da az tapılan fərqli nümunəli loqolar görə bilərsiniz. Yəni nadir tapılan saytlardandır. Cosmos.co. Bu da ilhamlanmaq üçün həm vizual baxımdan, həm dizayn baxımından çox uğurludur. Burada məsəl üçün loqo yazdığımız zaman bizə burada biraz daha klassik, biraz daha köhnə stilli tərz loqolar verir, amma bunu dəyişdirmək olur minimal yazdığımız zaman və minimal dərəcədə olanağı verir. Görürsünüz, bir dənə açar sözün dəyişdirilməsi artıq vaxt baxımından bizə nə qədər qənaət etdiyini və daha kreativ və günümüzün nəbzinə uyğun nümunələr çıxartdığını görə bilərik. Orada görsəndiyi kimi. Burada məsəl üçün belə bir animasiyalar da olmuş olur. Yəni, bu saytlar mütləq istifadə eləməlisiniz. Digəri logobook.com. Logobook.com xəttlərin, yəni burada müxtəlif cür, məsəl üçün bir çox hərflər var. Məsəl üçün A hərfini nə qədər fərqli xəttlərlə hazırlamaq olar. Bu ilhamlanmaq üçün bir nümunədir. Yəni A hərfini nə qədər dəyişdirmək olar. Belə bir tərzdə nümunələr verir. Hansı ki, Bolt, Uber kimi şirkətlər də belə, bunun kitabı da var. Bu kitabdan ilhamlanaraq loqolarını hazırlayırlar. Burada yəni bir çox A hərflərini nə qədər dəyişdirmək olar və yaxud da digər hərflər. Burada shape'lər də var. Yəni bir circle-ı nə qədər fərqli eləmək olar. Circle-dan və yaxud da nələr yaratmaq olar.
onu nümunə kimi göstərməyə çalışıblar. Məsəl üçün, bu minimalist və çox belə hekayəsi olan bir fiqura bənzəyir. Obyektlər, bu tipli kitab, məsələn, kitabları nə qədər fərqli bir, bunlar vektor sayılır. Xəttlərdir, vektor sayılır. Yəni bunları vektor halına nə qədər gətirmək olar kitabları müxtəlif tərzdə. Bu məsələn bizim üçün xatırlatma edilir ki, hə, bu xətti buradan oynatsam belə olacaq, həm kitaba bənzəyəcək, başqa bir şeyə bənzəmiş olacaq. Bu məsəl üçün bir tərəfdən türküyə də bənzəyir, bir tərəfdən kitaba da bənzəyir. Burada məsələn bu iki dənə göz kimi olmasaydı təkcə kitab olacaqdı. Yəni Hmm. iki dənə xətt atanda o fiqur çox başqa bir abu-havaya belə çevrilə bilir. Yəni xəttin gücü bundan ibarətdir. O xətti sadəcə belə musiqi kimi dinləməyə bacarmalısınız. Onu bir hiss etməyə çalışmalısınız, bir hekayəsini yazmağa çalışmalısınız. Bu çox önəmlidir. Təbiətlər var burada nature, yəni bir alovun fayənin nə qədər fərqli tərzlərdə hazırlanıb çəkildiyini görə bilirik. Bizneslə bağlı da var, konstruksiyonlar falan, banklar, bankla əlaqəli ilhamlanmaq istəyəndə məsələn buradan gəlib biznesdən bank seçib baxa bilərsiniz. Bank sektoru çox tələbatlı sektordur. Yəni burada çox tələbatda olan sektorlara yol veriblər. Onları göstərməyə çalışıblar ki, dizaynerlə ilhamlansınlar. Bu çox loqo zamanı çox köməyimizə çata bilər logobook.com. İndi buracan hər şey aydındır, bir çətinlik falan yoxdur. Başa düşə bilirsiniz məni? Hələ ki yoxdur. Tamam. Sualınız oldu mu? Bitirelim. Tamam. Hələ ki yoxdur. Tamam. Fiqurların psixologiyası. Hansı ki, loqoda çox önəmlidir. Nəinki loqoda, gələcəkdə poster hazırladığınız zaman, çöl billboardlarını hazırladığınız zaman, və flyer, vizit kart olsun, orada bir fiqur işlədəndə bu fiqurların psixologiyası sizin köməyiniz çatacaq. Bunlar hamısı filtrləmək üçün. İdeya düşünmək baxımından filtrləmək üçündür. Ondan sonra daha tez bir fikrə fokuslanmaq üçün köməkli göstərmiş olur bizə. Nədir bu fiqurların psixologiyası? Əsas 3 fiqurumuz var əslində qrafik dizaynerlikdə. Qalanları onlardan törəmədir. Üçbucaq, dairə, kvadratdır önəmli olan. Digərləri artıq üçbucağın bucağın dəyişdirilməsi iləndir. Yarımçıq verilməsi ilə bağlıdır. Dairənin bölünmüş halda verilməsi ilə bağlıdır. Dairənin formasını dəyişdirməklə bağlıdır. Yəni hamısı oradan gəlir. Nədir bu dairənin psixologiyası? Dairə, Mastercard məsələn dairədən istifadə edilir. Dairə bizə birliyi bildirir. Zəncirvari birliyi. Bir yerdə böyüməyi. Yəni xidmət müştəriləri ilə birgə, izləyiciləri ilə birgə böyümüş anlamına gəlir. Çünki Mastercardda məhsul insanlardır. İnsanlar kartı istifadə eləyir və Mastercard böyümüş olur. Yəni burada bütün məhsul bundan ibarətdir. 10 dəqiqə sonra fasilə eləyəcək. Bunu bitirim sizdən. Bu dairənin psixologiyasında bu dairə harda istifadə edilə bilər? Hansı şirkət ki, sərhədsiz böyüməyi sevir? Dairə həm də sərhədsiz böyüməyi bildirir bizə. Bir güc birliyini göstərir bizə. Və bu dairədə təkcə dairə yox, dairəyə bənzəyən hər hansı bir fiqur da ola bilər. C hərfi də ola bilər, bu psixologiyaya daxildir. Yəni, əsas o dairə və dairəyə bənzəməlidir. Sərhədsiz böyümək istəyənlər, limitsiz şəkildə məhsul buraxmağı sevənlər, belə tipli xidmətlər dairədə işlədir. Həm ciddi sektorda ola bilər bu, həm əyləncə sektorda ola bilər. Dairə psixologiyasını istifadə eləmək. Kvadratda isə bu daha çox bank sektorları istifadə edilə bilir. Daha çox ciddi sektorlarda. Çünki kvadratın özü sərtliyi bildirir. Şirkətin yerində inkişaf elədiyini, hər hansısa bir çox qolunun olmadığını bildirmiş olur. Bu psixologiyanı bildirirlər. Əsasında sərtlik bildirmək üçündür kvadratın psixologiyası. Üçbucaq, məsələn, Airbnb-nin logosu. Üçbucaq dinamikliyi göstərir. Çevikliyi göstərmiş olur. Daima inkişaf elədiyini bildirir. Çevik və dinamik şəkildə yeniliklərə açıqdır. Bu psixologiyanı bildirir. Yəni üçbucaq. Var elə. Bu məlumat kitabımızda var idi. Hə, bəli, orada da yazmışam ben.
Üçbucağa bənzəyən bütün fiqurlar, yəni ona bənzəyən elementlər üçbucağın psixologiyasını bildirmiş olur. Sonra var əyri xəttlər. Əyri xəttlər əlavədir, o fiqur kimi getmir. Məsələn, Disneyin loqosu. Əyri xəttlərdən ibarətdir. Necə yəni? Yəni hərflərin hərəsi bir tərəfə baxır gördüyünüz kimi. Xəttlər hərəsi bir tərəfə baxır. Bu yaradıcılıq nümunəsidir. Yəni şirkət yaradıcı işlə məşğuldur. Əyləncə sektorları, film sektorları, yaradıcı sektorlar əyri xəttlərdən istifadə edərək loqolarını hazırlaya bilərlər o psixologiyanın bildirmiş olmaları üçün. Sonra ziqzaqlar var. Ziqzaqlar çox istifadə edilən bir şey deyil. Ziqzaq üçbucaqla kvadratın psixologiyasını bildirir. Həm sərtliyi, həm dinamikliyi eyni anda bildirməyə çalışırlar ziqzaq xəttlər. Amma çox istifadə edilmir. Ən çox istifadə edilənlər dairə psixologiyasıdır, əyri xəttlərdir və üçbucaqlardır. Kvadrat belə artıq son illərdə çox istifadə edilmir. Yəni kvadrat və kvadrata bənzəyən elementlər. Bu fiqurların psixologiyasını anlayanda sizə məsələn bir xidmətlə bağlı tapşırıq gələndə, tutaq ki, əyləncə sektoru gəlibsə, siz artıq avtomatik əyri xəttlər psixologiyasından yararlanaraq loqosunu ideya fikirləşə bilərsiniz. Bu həm zamanla təsarruf olur, həm də daha kreativ və düzgün qarşı tərəfə psixologiyanı ötürəcək dərəcədə işləməyinizə səbəb olmuş olur. Bu bir düsturdur yəni. Okay. Rənglərin psixologiyası. Rənglərin psixologiyasını və ümumiyyətlə rəngləri anlamaq üçün color.adobe.com saytı tövsiyə olunandır. Rənglərlə bağlı ümumiyyətlə bir çox saytlar var. Zamanla bir çox saytlar sizə deyəcəm. Amma ən başlıcası color.adobe.com saytıdır. Burada Explore hissəsi var, kəşf etmə hissəsi var. Bura istədiyiniz, sizə maraqlı olan hər hansı bir şey yaza bilərsiniz. Məsələn, winter yazsaq, qışın abu-havasını bildirən rənglər. Həm bizə vizualı göstərir, həm o vizualda hansı rənglər istifadə edilib, hansı rənglər uyumludur, onu göstərir. Və burada da kodlar olur, hansı ki, Illustratorda və Photoshopda o rəng kodlarını istifadə edə bilirik. Vizual göstərdi, vizualda hansı rənglər istifadə edildi, bunları məsəl üçün bizə göstərmiş olur. Bunlar həm də rənglərin bir-birinə uyumlu olduğunu bizə göstərmiş olur. Buradan yəni öyrənə bilərsiniz. Və rənglərin də psixologiyasında mənalar yatır. Qırmızı rəng təcilliyi bildirir. Tükətimi bildirir. Sarı rəng də həmçinin tükətimi bildirir. Amma sarı əyləncə rəngidir. Amma qırmızı əyləncə rəngi deyil. Qırmızı həm də həyəcanı bildirmiş olur. Ona görə bank sektorları, elektronika mağazaları, fast food sektorları insanları tükətimə meylləndirmək üçün, yəni gəl, al, ver, ye, sat, bu tipli tükətimlərə meylləndirmək üçün qırmızı və sarı rənglərdən istifadə edilir. Çünki iştah artırma məsələsi burada çox yüksəkdir. Amma tip sektorunda məsələn qırmızı, sarı istifadə edilə bilməz. Çünki heç kəsin kimsə iştah artdı deyə gedib dişini çəkdirməz. Orada tip sektorunda istifadə edilə bilən rənglər güvənverici rənglərdir. Ağ rəng, göy rəng, o da tonları var. Məsələn, bu ton hardasa istifadə edilə bilər dentalda. Göy rəng həm də bir tərəfdən kədər rəngidir. Picasso kədəri ifadə eləmək üçün göy rəngdən istifadə edirdi. Yaşıl rəng də istifadə edilə bilər tipdə. Çünki rahatlığı bildirir yaşıl rəng. O da güvəni bildirmiş olur. Meditasiya durumlarında, meditasiya ilə bağlı xidmətlərdə istifadə edilir yaşıl rəng, təravəti və rahatlığı bildirmək üçün. Təbii ki, tonlar da var. Bu tonlar da ki, hansı rəngə yaxınsa onun psixologiyası. Narıncı sarıya yaxın olduğu üçün və yaxud da qırmızıya yaxın olduğu üçün onun psixologiyalarını bildirmiş olacaq. Yəni onların ayrıca bir psixologiyası yoxdur. Əslində dizaynerlikdə önəmli red, green, blue, yəni qırmızı, yaşıl, göy rənglərdir əsas. O rənglərin qarışımından digər rənglər yaranır. Qara rəng güc göstərgəsidir. Cəsarəti bildirir. Daha çox brend firmalar güc göstərgəsi olaraq otoritar bir nümunə üçün qara rəngdən istifadə edirlər. Qəhvəyi rəng premium rəng. Lüksluğu bildirmək üçün, xidmət lüksluğu bildirən zaman istifadə edə bilər. Məsələn, mebel satışları mağazasında
istifadə edilə bilər qəhvəyi rəng. Çəhrayı bənövşəyi qadınsı rəngdir. İncəliyi bildirmək üçün istifadə edilir. Baxın, önəmli olan rənglər bunlardır. Və bunların rəngi istifadə edəndə xidmətinizə uyğun təyin eləməlisiniz. Bilməlisiniz ki, hə, bu xidmətdə bu rəng uyumludur, yoxsa yox. Bunun üçün psixologiyasını düşünərək hərəkət eləməyə başlamalısınız. Nəzəriyyə bu qədər. Necədir? Başa düşdünüz? Yəni rahat gəlir. Məncə rahat gəlir. Tamam, çox gözəl. Heç Nəzəri. sualınız var? Qaranlıq qalan bir tərəf. E, saytlar var idi, hansı ki göstərirdi bizə ideyalar verir. Logobook.com. Hə, fərqi yoxdur. Aha. Onlardan mən copy-paste eləyə bilərəm. Yox, ümumiyyətlə Yox, dizaynerlikdə olmaz. copy-paste deyə bir şey olmaz. Olmaz. Yaradıcı kateqoriyasında gedirsiniz. Copy-paste ancaq necə eləyə bilərsiniz? Öyrənmək üçün. Yəni əlinizin öyrəşdirilməsi üçün. İndi onsuz sizə tapşırıq verəndə, məsəl üçün loqo atacağam sizə, deyəcəm məsələn bunu eynisini eləyin. Bu sadəcə ilk etaplardadır. Əlinizin tula öyrəşməsi üçün. Amma öz ideyalarınız olmalıdır. Amma lakin ilhamlana bilərsiniz. Fikirdən fikir çıxara bilərsiniz. Məsələn, orada xətti tutaq ki, dalğalı eləyib, siz məsəl üçün oradan ilhamlanıb düz eləyə bilərsiniz o xətti. Belə Hə, ilhamlanma o baxımdan deyirdim. elə olar, hə. O da bir yaradıcı düşünmə üsuludur. Amma daha olduğu kimi yoxdur yəni. Doğruluq. Okay. Başqa bir sualınız? Yoxdur. Tamam. İndi videonu da sizə atıram. İndi hələlik görüntünü dayandırırıq. 5-10 dəqiqə fasilə eləyək. Yenidən sonra link atacağım, qoşulacaqsınız. Tamam. Çox sağ olun. Buyurun, siz sağ olun. Videonu da atacağım, o dəqiqə yükləyərsiniz. Yaxşı.